Zaman diqqətlə Recording. baxın, bunu bir də paylaşım. I am nə deyil? Aha, indi baxırıq. Şəkillər bizdən nə deyirdi? Bizə deyirdi ki, bura bir də yazıram. Eni x olan, uzunluğu y olan bir düzbucaqlı olsun, sahəsi 54 olsun və x ilə də y də natural ədəd olsun. Neçə dənə bu cür düzbucaqlı çəkə bilərsən? Bu mənim x-im idi, bu y-im idi. Düzdür? Və bir-birinə vuranda da düzbucaqlının sahəsi nə idi? Eni vururduq uzunluğuna. 54 olmalıdır. İndi baxın, x 1 deyə bilərəm. Y 54 desəm, 1-i 54-ə vuranda cavabımız 54 eləyir. Yəni, eni 1, uzunluq olan hissəsi də 54 olsa, bunun sahəsi 1-i 54 vuranda 54 eləyəcək. Sonra dedi ki, x 2 olsa, 2-ni nəyə vuranda 54 eləyəcəkdi? 27-yə. Eni 2, uzunluğu neçə olan? 27 olan bir düzbucaqlı çəkə bilərəm ki, bunun da sahəsi 54-dür. 3 olsa olar. 3-ü də 18-ə vuranda 54 eləyəcəkdi. Yəni, eni 3, uzunluğu da 18 olan belə bir düzbucaqlı da çəksəydim, bunun da sahəsi 54 olacaqdı. Sonra nə dedik? 6 Dörd. və 9, düzdür? Eni 6, uzunluğu da 9 olan bir düzbucaqlı çəkə bilərəm ki, bunun da sahəsi 54-dür. Niyə? Çünki 6-nı 9-a vuranda 54 eləyəcək. O zaman qərar veririk nə? Düzbucaqlının sahəsi nədir? Burada duranı, enini vururuq uzunluğuna. Oldu mu? Bu olur. Düzbucaqlının sahəsi. Bəs perimetr nə idi? Perimetr nədir şəgirdlər? Bir fiqurun qıraqları, kənarları, bunları toplayırıq. Tutduqmu nə demək istədim? Perimetr. Müəllim belə tapmaq olardı perimetri. Müəllim 6-nı 2 dəfə öz-özünə vurub, müəllim 9-u 2 dəfə öz-özünə vurub toplamaq. Hə, bəli. Yəni 9-dan yuxarıda da var, aşağıda da var. Yəni 6-dan solda üstü. da var, sağda da var. Düzdür? Mən cavab 30. Aha. Yox, biz burada cavabı istəmirik ki, ümumi olaraq deyirik, tamam mı? İndi gəlin bir dənə məntiq, bir dənə ləzzətli bir məntiq sualı verirəm və düşünmə müddəti Mən 2 10 dəqiqə dəqiqədir. baxıram. Yox, bir yarım Mən saat. çəkin verin 10 dəqiqə verin. Bəli. Yox, yox, 10 dəqiqə çox daxil. Dövlət sənə Yaxşı. 10 dəqiqə vermir axı. Əslində verə bilərik də, amma ev tapşırıqlarını edə bilərsiniz onların. İndi mənlə bərabər belə bir nə çəkirik? Bir diaqram, bir kvadrat, nə bilim, bir nəsə çəkirsiniz. 3 yerə bölürsünüz. Bax, bu şəkildə. Yuxarıdan da aşağıya 3 yerə bölün. Sonra bura sual işarəsini qoyuruq. Aha. Deyir ki, yuxarıdakı kiçik kvadratlara ədədlər yazılacaq. Neçə dənə kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hər bir ədəd, baxın, bunu dəftərə yazırsınız. Ədəd. Hər bir ədəd. Solundakı ədədin 3 misli. Solundakının nəyi? 3 misli. 3 misli nə deməkdir? Yəni 3 dəfə çox. Bax, misli dəfə deməkdir, deyilmi? 3 misli, yəni 3 dəfə çox. Və üstündəki ədədin yarısıdır. Üstündəki ədədin yarısıdır. Mən bəs Üstündə. üstündə ədəd olmasa? Çölə, bax, buradan çölə çıxıb getməyəcəksən ki, stop edəcəksən də, düzdür? Hə. Üstündəki ədədin nə idir? Yarısıdır. Yarısıdır. Yaxşı. Yaxşı, bunu bildik. Kvadratlara yazılan bütün o 9 dənə ədəd var. Bunların cəmi, bütün, bax, çoxlu ü yazıram sizin üçün. Bütün, bax, gördünüz, bütün, bəsdir də, hə? Bütün ədədlərin cəmi neçə olsun? Olsun, tutaq ki, 182 deyir. Sual yerində nə olacaq? Sual yerində nə olacaq? Mənim ən sağ üstdəki 1-dir. Hə? Harada bir var? Bu mu? Qoyubsuz Bu mən. ox işarəsidir. Yox, bu elə belə şey qoymuşuq. Onu siləcəm birazdan. Cavablar. Bura sol tərəfə yazıram. 34, 35, 36, 37, 38. Bu da cavablarımızdır.
Sualı bir də oxuyuram. Burada kiçik kvadratlara bölünür və ədədlər yazılacaq. Hər bir ədədin solunda, hər bir ədəd öz solunda, bax sol, deyil mi? Bax, ruşqa yazdığımız sağdır, yazmadığımız soldur. İndi solaxa yoxdursa. 3 misli solumda duran 3-ə vuranda mən eləyəcəm. Məni 3-ə vuranda sağındakı eləyəcək. Başa düşdünüzmü? Üstündəkində yarısıdır. Mən üstündəkini yarıya, yəni 2-yə böləndə mən verirəm. Başa düşdük? Və buradakı bütün ədədlərin cəmi 182-dirsə, sual yerində nə olacaq? Düşünürük. Mən Müəllim variant cavab. qoymaqla etmək olar. Variant Müəllim, mən qoymaqla da tapdım. gedə bilərsiniz. O, bütün variantları yoxlasan çox vaxtın gedər. Müəllim, mən tapdım cavabı. Neçədir cavab? Mənim 36. 36. Nə cür Mən də elədik 36-nı? Sallafatı bu tapı ilə getdin, yoxsa Müəllim nə deyir tər oldu? müəllim. Müəllim deyir ki, hər bir Yox, ədəd yox, sol. yox, Yox müəllim, solundakı. hələ demə. Sən mənə de görmədi, 182-dən istifadə eləmirsən, bundan istifadə Mənim xeyr. eləmirsən. Mənim xeyr. Yox, bundan istifadə eləməlisən. Bax, 182-dən mütləq şəkildə istifadə eləməlisən. Təsəvvürlə açıq tipli sualdır. Sildim. Nə olacaq o zaman? Demək ki, həllini istəyəcəyik. Hə, o da Sual var. bunun həllini istəyir. Düşünürük. 2 dəqiqə. Gençler, əllərinizi ekrandan çəkin. Bunu silirəm. Bir daha yazıram. Əllərinizi ekrana toxundurmayın, çalışın. Aynen, ben tapdım. Yanılsın. Həllini istəyir, ha. Bax, burada dayanan lazımdır. Sual yerində kim dayanacaq? Mən tənliklə etmək olar. Məcburən, çünki bütün ədədləri cəmi 182, yəni solda nəsə topla, bərabərdir 182 yazacaqsan da. Onun o görə veribdir. Son 30 saniye. Müəllim, mən Mən tapdım altına amma düzdür. ədəd qoyarıq. Evet, cavab yoxdur. Təsəvvürən cavablar yoxdur. Müəllim, mən tapdım amma yerinə ədəd qoyaraq tapmışım. Müəllim, mən Neçə tapdım tapdın? amma ədədsiz. Öyle 182 Müəllim, Müəllim. mən tapdım. Müəllim, mən Müəllim, mən tapdım. 182-dən istifadə edərək Ya, yazdım. tamam. İndi gəlin ekran başına. Əvvəlcə öz-özümüzə Qoyaraq tapdım. sual verək. Arkadaşlar, gəlin özümüzə sual verək. Nə deyək? Görəsən, mən hardan başlamalıyam? Burada 9 dənə şey var, kvadrat var, künclər Mən var. deyə bilərəm. Hansı küncdən başlasam, mənim işimə yarayacaq. Müəllim, mən Bir. tapdım cavabı. Vacibdir. Bax, diqqətlə baxın. Mən deyirəm ki, gəlin bu küncdən başlayaq. Gördünüz buranı? Bəli. Aha. Deyirəm ki, ey künc, səndəki ədədim olsun A. Düzdür? X yazın. İndi bunun yuxarısındakını 2-yə böləndə aşağıdakı eləyəcəksə, burası 2A olur, yoxsa olmur?
Hə? Olur. Yuxarıdakını Olur. 2-yə bölən aşağıdakı olursa, aşağıdakı A-dırsa, 2-yə vuraraq da yuxarı çıxmalıyam da, düzdür? Bəli. Hər bir ədəd solundakının 3 misli. Bunun solunda A dayanıbsa, A-nı da 3-ə vuranda 3A eləyirmi, eləmirmi? Mən eləyim. Bunun Mən sağındakı da 9A olacaqdı. Niyə? Hər bir ədəd öz solundakının 3 misli. Baxın, bu 3A özünün solunda dayananın 3 mislidir. 9A özünün solunda dayananın 3 mislidir. Yuxarıya da 2-yə vura-vura çıxmalıyam, düzdür? 3-ü A-nı 2-yə vurdum, oldu 6A. Çünki, baxın nə deyir? Üstündəki ədədin yarısıdır. 6A-nın yarısı, yəni 2-yə böləndə 3A verirmi, vermirmi? 9-dan yuxarıya çıxmaq üçün 2-yə vurub çıxdım yuxarıya. 18A oldu. Çünki 18A-nın yarısı 9A eləyir. 18A-nı 2-yə vurdum, 36A elədim. Düzdür? düzdür 6-nı da məncə. 2-yə vurdum, 12A elədi. 2A-nı da 2-yə vurdum, 4A elədi. Baxın, görüm elə, hər bir ədəd özünün solundakının 3 mislidir. 12-ni 3-ə vuranda 36 eləyir. 4-ü 3-ə vuranda Ben de 13 bu eləyir. geçmişim ama X yerine. 2-ni 3-ə vuranda 6 eləyir. 6-nı 3-ə vuranda 18 eləyirmi? Yəni, verilən şərtdəkiləri ödəyirmi, ödəmirmi? Bunu deyin görüm elə. Ödəyirəm müəllim. Ödəyir müəllim. Bax, şərti gəlin buradan bura bir daha oxuyuram. Hər bir Müəllim, ədəd mənim cavabım düzdür. Dəqiq baxa bilərsiniz. solundakının 3 mislidir, yuxarısındakının da yarısıdır. Mən yuxarının yarısıyamsa, demək ki, məni 2-yə vuranda yuxarı eləyəcək. Və ya yuxarını 2-yə böləndə mən eləyəcəm. Düzdür? İndi mən nə edirəm? Deyir ki, bunların hamısı toplayanda 182-dir. Toplayıram 4A. Üstə gələk 12A. Toplamaq deyilmi? Üstə gələk 36A. Üstə gələk nə? 2A. Üstə 6A. gələk 6A. Üstə gələk 18-ə. 18 dənə A. Sonra üstə gələk, bax, soldan davam edirəm. Düşdüm bura A. Sonra 3A. Kim qaldı? 9A qaldı, düzdür? 9A. Bunları toplasaydın 182 olacaqdı. Hə, nə dedin şagird? Müəllim. Ben başka zıra taptım. Tamam. Müəllim, mən belə Olsun, tapmışam, problem düzdür yoxdur. Bunu müəllim. bitirək. Şagird, bunu bitirək, sonra baxaq. 4, 12. Neçə eləyir 4-ün 12-ni toplayanda? 16. 16. 16. 36 da gəl. 52. 52. 2 də gəl. 54. 54. 6 gəldim. 60. 60 mı? 18 gəldim. 78. 78. Bir dənə də gəldin. 79. 79. 3 gəldim. 82. 82. 9 da gəldim. 91. 91 dənə A var. Bu elibdir 182. 91-i nəyə vuranda 182 eləyəcəkdir? 2. 2-yə. Düzdür? 91-i 2-yə vuranda 182 eləyir. Demək ki, ayım 2-dir. Mənə sual işarəsi bax buradaydı. Görürsünüz, qaralayıram. Gördünüz, 18A-daydı. 18A-nı soruşurdu bizdən. 18-i də 2-yə vururam. Cavabımız 36. neçə eləyir? 36. Müəllim, gördünüz mən ən birinci düz tapmışdım müəllim. Dedim, 36. Müəllim, Hə. mən burada mən X'ləri toplayanda, yəni A'nın yerine X yazmışdım. Toplayanda mən 88 X almışım. 3 xal yandırmısan, hə? Bəli, müəllim. Əslində normalde Müəllim, 91 olmalı. Ben Ha. farklı zıra taptım diyebilirim. Hə, deyim. De görüm Müəllim, hələ. mən düz tapmışam. Müəllim, baxa bilərsiniz müəllim. Hə, sən denə, şifayə denə, mən deyəcəm. Hardan başladın, onu denə, əsas odur. Nə düşündün? Müəllim, mən? Səsləndir görüm hələ. Yox, mən tapdım deyən. Ben dedim. Hə, müəllim, mən. Hə. Ben dedim de bayakta. Ha. Müəllim, Mən mən. yoxdur, kim tapıb, mən başqa cür tapdım deyən kim idi, desin. Ben idim. Müəllim, mən başqa cür tapdım, başqa cür. Müəllim, Olsun, müəllim, görüm hələ neynədiniz.
Müəllim, mən Hə. sualın yerinə 3-ə bölünən hansısa bir ədəd qoydum. Müxtəlif bir ədəd də qoya bilərik. Müəllim, mən 36-nı seçdim. Mən 36-nın sonundakı ədəd onun mən 3-ə bölüb tapmalıyıq. Axı deyir ki, mən sonundakı ədədin 3 mislidir. Bir dəqiqə, Ona sən görə bura mən onun 36 sonundakı bir ədəd dəqiqə. 12 Sən bura edir. 36 mı qoydun? Bəli. Sən 36 qoyduğunu hardan hiss elədin? Cavablardan birisini götürübmü bura kopyaladın? Müəllim, xeyr, 3-ə bölünən müəllim, istənilən bir ədəd qoymaq olar da. Məsələn, 24'ü qoysaydıq, ödəyirmi? Gəl Bəli, gedək. olar. Mən 24'ü qoysaydıq olardı müəllim. Mən 24'ü qoyuruq, sonra müəllim Bax, 24'ü qoydum. 24'ü 2'ye vurdum, Qoyuram. yukarıya çıktım. qoyuram. 24'ü 2'ye böldüm, aşağıya Evet. düştüm. Bunu 3'e Evet. böldüm, 4. Bura düştüm, 4'ü 3'e Evet. bölünmür axı, değil mi? Dırınq. 3'e bölünmür. Çünki bunu 3'e vuranda 4 erməlidir. 4'ü 3'e vurdum, 12 elədi. Burada 8 olmalıdır. 8'i 3'e vuranda 24. 8'i də 3'e böləcəm, buraya yazacağım. Amma 8 bölü 3 olmur axı, değil mi? Müəllim, mən Bölünmür. olmasın. Mən tapdığım kimi oldu, baxın. Bildim, sən Mən cavablardan nədən götürmüsən daha. Cavablardan hiss eləmişsən ki, 36, bir-bir yoxlamısan. Mənim Bir-bir bəli, yoxlayarak cavablardan götürmək 3-ə olardı. bölünən bir ədəd götürdüm. Mən Amma, cavablardan aha, 3-ə bölünən bir orada, ədəd götürdüm. aha, yəni mən tutaq ki, 36 idi. 33 də cavablarda olmuş olsaydı. Gəlin gedək indi, bax, 33'dür. Tutaq ki, çaşdı, sualı hazırlayın, 33'ü yazdım. 33'ü 2'ye böləndə bura düşməliyəm, amma 33 2'ye bölünməyəcək, düzdür? Ona görə Və o 36 cür, seçin. hə, yəni o da ola bilər, amma ən gözəli nədir? Bir şeyin elmi yolu. Müəllim, Başa mən düşdük? də başqa cürə tapdım. İmtahanda, Eyni imtahanda yolla. düzdür. Salla pati ilə də gedə bilərsiniz. Problem yoxdur, yəni yerini qoydum, getdim yəni. Mənə nə Mən siz lazımdır? Zaten. yazdığınız kimi də ola bilər də müəllim. 3 saat üstə gəl falan mən belə. Bəli. Amma hardan başladıq? Dasaqdan başlamadım. Niyə? Çünki orada al eləməmişəm. Nəsə yazsam 3'e bölə-bölə. Məsələn, tutaq ki, mən burada bu küşdə A yazdım. Baxın, burada A yazdım. A-nı 3'e bölsəydim, A bölək 3 olacaqdı, düzdür? Bunu da 3'e bölsəydim, A bölək 9 olacaqdı, deyil mi? İndi A bölək 9, üstə gələk A bölək 3. Bu kəsir olanda sizin xoşunuza gəlir? Hə? Kəsirdən Yox, xoş gələn varmı? Yox, heç Mənim- mənim də xoşum gəlmir. Demək ki, kəsirdən qurtarmaq üçün bu küsdən başladım ki, vura-vura gedim. Belə-belə getmək, belə-belə getmək bizi hər zaman yarı yolda qoyar. Ona görə də vura-vura getmək daha asan hesablamaq üçün çox önəmlidir. Müəllim, Anlaşdıq? mən sütun fikirləşdim. Yəni sol sütuna məsələn x verdim, orta sütuna 3x Tamam, verdim. ola bilərdi. Problem yoxdur. Ola Orta bilər. sütuna 9 verdim. 9x üstə gəl 3x üstə gəl x 13 edirdi. 182 Aha. 9 verəndə x-ə düşürdü 14. Hı -hı. O şəkildə də mən tapmışdım mən. 2 14 14 elə getdi. Yaxşı. İndi Sonda bu. şagirdlər diqqətlə baxın mənə. Normalda diqqət mərkəzimizin daha da şey eləməsi üçün, bax burası var ya, prefrontal korteks. Bura qanın getməsi üçün mən kub sayma suallarını atacağam sizə. Kub sayacaqsınız. Ola bilsin ki, bəzilərində küşlərdə nöqtə var. O nöqtələri birləşdirərək kubları sayacaqsınız. Deyir ki, burada neçə dənə kub var? Diqqətimizi artırmaq üçün ay sol 36. Bəli, ola bilər. Əla. Başa düşdünüz nə demək istəyirəm? Qrupa nə gəlir? Kub sayma. Kubları belə yaxınlaşdıracaqsınız telefonu və ya kompüteri, oturub sayacaqsınız. Görünən hissə, yəni tutaq ki, 4-cü mərtəbəni sən görürsən, 4-cü mərtəbə havada qalmır ki, demək ki, bunun altında da 3 dənə mərtəbə var da. Yəni onları da nəzərə alaraq, kubları sayacağıq. Yaxşı, diqqətimizi artıracaq. Ola bilsin ki, 15 dənə, 20 dənə, 30 dənə, bəli, 3-cü günə qədər onları saymağa çalışacaqsınız. Böyük ehtimal ki, çalışacağam. Düzgün cavabları da atam ki, yoxlayasınız. Yaxşı. Nurlan, anlaşdıq? Oldu müəllim. Tamam. Haydi. Gecəmiz xeyrə qalsın. İnşallah görüşərik. Sağ olun. Hələlik. Sağ olun. Sağ olun. Bye bye.